Proqramı yükləmək üçün Google-da Hot Potatoes download yazırıq. Daha sonra proqramın səhifəsinə keçid edirik. Daha sonra isə aşağı enərək yükləmələr bölməsindən Hot Potatoes 7.0 quraşdırın. Buna klikləyirik. Daha sonra bu kompüterimizə yüklənir. Yüklənəndən sonra onu açırıq. İlk öncə bizə dil seçimi verir. 3 dil verir. Buradan ingilis dilini seçdim mən. Davam etə basıram. Daha sonra next. Buradakı qaydalardan razılaş düyməsinə vururam. Daha sonra davam et. Yenə next. Yenə next. Daha sonra yenə next. Və son olaraq yüklə düyməsinə basıram və kompüterə yüklənir. Və proqram yüklənməsi bitdi. Daha sonra bizdən istifadəçi ad seçir. İstifadəçi adını yazıb oka basıram. Buradan da Use English seçirəm. Və proqramımın əsas səhifəsi açıldı. Proqrama daxil olduqda bizi belə bir səhifə qarşılayırdı. Burada biz 6 müxtəlif tapşırıqlar həll edə bilərik. Bunlar hansılardır? J-close boşluqları doldurma tapşırıqlardır. J-mass uyğunlaşdırma, yəni söz təyinat. J-quiz çox variantlı testlər. J-cross crosswordların hazırlanması və J-mix qarışıq sözlər, cümlələri düzəltmək. Biz burada J-quiz seçəcəyik. Burada title, yəni başlıq hissəsindən istədiyimiz adı verə bilərik. Question hissəsindən biz sualımızı yazacağıq. Answer hissəsindən isə cavabları yazacağıq. Düzgün cavabı isə yükləmək üçün ya correct düyməsinə klikləyirik, ya da ki həmin variantın qabağından bərabər işarəsini qoyuruq. Burada mən 3 dənə sual hazırlamışam, amma burada istədiyimdən qədər sual hazırlamaq olar. Yəni minimum 1 sual olmalıdır. Save etmək üçünsə fayldan save as seçirik. Burada faylımıza istənilən adı verə bilərik. Məsələn, mən 454 im qoydum adını. Buradan save edirik. Testi işləmək üçünsə fayldan create web page, oradansa standart forms seçirik. Yenə save edirik və mən brauzerimdə göstərə basırıq. Bundan sonra isə bizim hazırladığımız test nümayiş olunur. Buradansa biz testlərimizi növbətini basaraq işləyirik. Və ən sonda bizə nəticəmizi göstərir. Əvvəlki videodan əgər siz fikir verdinizsə, bizim suallarımızın bəziləri variant var idi, bəzilərində isə biz sualın cavabını özümüz əlimizlə daxil edirdik. Bəs biz bunu necə etdik? Bunların fərqini göstərmək üçün mən eyni sualı 4 dəfə yazdım. Çünki biz bu proqram vasitəsilə bir sualı 4 fərqli formatda verə bilərik. Gördüyünüz kimi eyni sualları yazdım. Və bunun fərqinə necə baxırıq? Burada əgər siz fikir verdinizsə, sağ küncdə multiply choose yazılıb. Bunu aşağıya elədikdə burada bizə 4 dənə seçim verir. Mən hər bir sualda bunların müxtəlif seçmişəm.
Hazırladığımız testi nümayiş etdirmək üçün fayla keçid edirdik. Oradansa standart formus F6'ya klikləyirdik. Daha sonra save edirdik. Daha sonra mənim brauzerimdə göstərə klikləyirdik. Əvvəlki videoda biz belə idi, əlimizlə keçid edirdik. Amma bu dəfə bütün sualları göstərə klikləyək. Bu zaman bütün deməli suallar ardıcıl olaraq görünəcək. Birinci sualda biz multiply sözü seçmişdik. Burada variantların qabağından kvadrat içərisində sual işarəsi gəlir. Biz doğru cavaba kliklədikdə sualımızın doğru və yaxud da yanlış olduğunu avtomatik bizə göstərir. Gördüyünüz kimi. İkincidə isə shorts'dur. Burada qısa cavab yazırıq. Burada biz ipucu istədikdə bizim deməli doğru cavabımızın ilk hərfini bizə deyir. Üçüncüdə isə hibriddir, yəni qarışıq. Biz burada həm rəqəmdən, həm də hərfdən istifadə edə bilərik. Bizim sualımızın cavabında rəqəm olmadığına görə biz yalnız hərf yazırıq. Dördüncü sualımız isə multiply select formatındaydı. Bu formatda bir yox, bir neçə cavab seçə bilərik və daha sonra yoxlayına biz klikləməliyik. Beləliklə 4 müxtəlif formatda biz test hazırladıq.